Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4 sotdan çox olan bir deməli torpaq sahəsində hal-hazırda gördüyünüz həyət evi satılır. Deməli mən qapı darvazadan giriş hissəsində yerləşirəm. İndi mən sol tərəfdən sizə bu evə aid olan bütün deməli nə lazımdır onu göstərməliyəm. Hal-hazırda siz bax bu zonanı gördüyünüz kimi stil sistemi deməli 2 minutkadır, təmirlidir, əla və keyfiyyətli təmir olunub. Bundan başqa onu da deyə bilərəm ki, sənədi çıxarışdır. 83 kvadrat metrdir. Yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. İndi isə hamamını göstərirəm. Bax hamamın böyükdür, təmirlidir. Deməli bu həyət evi avtozavod yolunda yerləşən Alov otelinə çox yaxın bir ərazi, maksimum 150 metrdir. Bax bu şəxsən bu cürdür. İndi isə mən sizə mətbəğini göstərirəm. Polu taxtadır, yəni başqa material deyil. Yenidən mən sizə deməli bax mətbəğini göstərirəm. Gördüyünüz kimi genişdir. Bax bu navesin alt hissəsidir. Yəni mətbəxdən eyni zamanda hamama qədər olan məsafə. Buradan bura bax deməli pilləkəndən mətbəğə eyni zamanda hamama qədər olan məsafə maksimum 5 metrdir. Navesin alt hissəsi isə deməli 12 metr uzunluğudur, 5 metr enidir. Böyük bir badvalı var. İnsə bağçasına çıxıram. Dediyim kimi sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Hal-hazırda siz deməli bu həyət evinin bağçasını görürsünüz. Qarşıda təxminən 6'nın 4'e böyük bir belə əldamı da demək mümkündür. Bax belə bir şey var. Kürsülüdür, 2 qat kubiklə hörülüb. Yenidən mən sizə bu həyət evinin bağçasını göstərirəm. Bağçasında təxminən 15'dən çox ağac növ var. Yenə təkrar edirəm, sənəddə 4 sotdur, ancaq mən elə gəlir ki, pafaktı 4 sotdan çox olmalıdır. İndi qarşıda siz deməli su bakını gördünüz 3 tonluqdur. İndi isə evin xarici görüşünü göstərirəm. Bir zal 3 otaqdır. Qiyməti 123 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə badvalına keçirəm. Badvalı böyükdür. Zalın alt hissəsi badvaldır. Bax işıqlıdır, böyükdür, hündürdür. Bax yenidən mən sizə bu həyət evinin badvalını göstərirəm. Bildiyiniz kimi avtozavod yolundan 20 nömrəli marşrut keçir. Təxminən onların deməli aralarında olan məsafə mən elə gəlir ki, yox dəqiq belədir. 5 dəqiqədir. Yəni çox yaxınlıqdan marşrutun işləməyini sizə dedim. İndi evə daxil oluram. Bax belə bir həyət evinin qiyməti 123 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi yenidən mən sizə deməli bax hal-hazırda siz deməli zalını görürsünüz. Zalın uzunluğu 8 metrdir. Eni isə 4,5 olmalıdır. Təmirlidir. Polu taxtadır, yəni başqa material deyil. Bax belə bir həyət evinin qiyməti yenidən təkrar edirəm 123 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax yenə təkrar edirəm, təmirini görürsünüz. Əla və keyfiyyətli təmirlidir. Deməli Alov oteldən bax bu həyət evinə qədər olan məsafə düzdür. Hal-hazırda quruntavu yoldur, ancaq yaması yoxdur da. Ya bax bura deməli ikinci otaqdır. Bax gördüyünüz kimi yenidən təmirinə fikir verin. Əla və keyfiyyətli təmir olunub, polu taxtadır, başqa material deyil. İndi isə 3-cü otağa keçirəm. 3-cü otağın ölçüsü hardasa 3,5-ın 4'dədir. Sənədi çıxarışdır, asan xidmətdə alqı-satqıya gedən sənəddir. Çıxarış evin özününküdür. Yəni torpağın çıxarışı yox, evin öz çıxarışıdır. 82,7 kvadrat metrdir. Yenidən mən sizə otaqların necə yerləşməyini göstərirəm. Yenə təkrar edirəm. Deməli Alov otelindən bu həyət evinə qədər məsafə maksimum 150 metrdir. Bax belə sizlərə uğurlar.